Abşeronda iş yoldaşları arasında borc pul üstündə mübahisə düşüb. Sözləri çəpgələnlər bıçağa əl atıblar. Hadisə Xırdalan şəhəri Heydər Əliyev prospektində qeydə alınıb. İntiqam İbrahimovu Elvin adlı iş yoldaşı bıçaqlayıb. Yaralı qohumlar tərəfindən xəstəxanaya çatdırılıb. Həkimlər İntiqam İbrahimovun bud nahiyəsində təxminən 7 bıçaq zərbəsi aşkarlayıblar. Zərərçəkənin qardaşının sözlərinə görə İntiqam Elvinə 60 manat pul borçluymuş. Mübahisə də elə buna görə yaranıb. İş yoldaşı İntiqam İbrahimovu əvvəlcə döyüb, daha sonra bıçaqlayıb. Qoğuşaydan deyib ki, burada xəstə var, gəlin bu aparın. Özün boynuna almayıb heç. Başqasını deyib, çağırıb bura ki, bunu döyüb, tullayıb bura. O qoğuşu çağırıb bura, polisi dadı, gəlib qoğuş aparıb xəstəxanaya. Faktla əlaqədar Abşeron rayon polis idarəsində cinayət işi başlanıb, araşdırmalar davam edir. Növbəti sujetdə də Abşeron sakinlərinin cinayət əməllərindən söz açacaq. Belə ki, rayonda yeyib içmək arzusunda olan dostlar oğurluğa əl atıblar, amma aparılan əməliyyat